Kim mənim zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və biz qiyamət günü onu kör kimi hüzurumuza gətirdəcəyik. O deyəcək: ey Rəbbim, mən dünyada görürdümsə, indi nə üçün məni kör olaraq gətirdin? Allah deyəcək: elədir, çünki sənə ayələrimiz gəldi, sən isə onları unuttun. Bugün də sən beləcə unudulacaqsın. Biz həddi aşanı və Rəbbinin ayələrinə inanmayanı belə cəzalandırır. Axirət əzabı isə daha şiddətli və daha sürəklidir. Onlardan əvvəl öz məskənlərində gəzib dolaşan neçə-neçə nəsilləri məhv etməyimiz onlara dərs olmadımı? Həqiqətən bunda ağıl sahibləri üçün ibrətlər vardır. Əgər Rəbbin tərəfindən əvvəlcədən vəd edilmiş söz və müəyyən edilmiş bir vaxt olmasaydı, əzab onları dərhal yaxalayardı. Onların dediklərinə səbr et. Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbini həmd səna ilə təriflə, gecənin bəzi saatlarında və gündüzün iki başında ona təriflər de ki, bəlkə razı qalasan. Kafirlərdən bəzisini sınamaq üçün onlara dünya həyatının bərbəzəyi kimi verdiyimiz şeylərə gözünü dikmə. Rəbbinin ruzisi daha xeyirli və daha davamlıdır.